Salam əziz izləyicilər, bugün sizlərlə birlikdə 11 may magistr imtahanında düşən məntiq suallarının verbal hissəsinə baxacağıq. Vaxt itirmədən suallarımıza keçək. İlk sualımız analogiya ilə bağlıdır və verilən nümunədə idxal və ixrac sözləri qeyd olunub ki, bu terminlər iqtisadiyyatla bağlı olduğunu bilirik. İdxal etmək almaqdır, ixrac etmək isə satmaqla bağlıdır. Bu nümunədə düzgün cavab D variantıdır. Mən bu testlər üzərində, sadə test nümunələri üzərində çox vaxt itirmək istəmirəm. Həmçinin bu nümunədə zərf və zərflik verilib. Sağ tərəfi isə özümüz tamamlamalıyıq. Bilirik ki, zərf nitq hissəsidir. Zərflik isə cümlə üzvüdür. Burada zərf cümlə üzvü olaraq zərflik kimi çıxış eləyir. Eyni şəkildə də feil xəbər şəklində çıxış edir. Bu sual, belə deyək də, məntiqdən daha çox Azərbaycan dili ilə bağlıdır. Keçək növbəti sualımıza. Verilən sözlər cütünə analoji əlaqəli olan natamam cütü tamamlayın. Gəlin burada əlbəttə ki, həm ümumi xüsusi qaydasından, həmçinin sadə cümlə qurmaq qaydasından istifadə edə bilərik ki, ən uyğunu elə budur. Sosiologiya elmdir. Bəs defektoskop nədir? Ola bilər ki, bu sözlə, bu ifadə ilə biz ilk dəfədir qarşılaşırıq. Yəni, sosiologiyanın elm olduğunu bilirik. Tamam. Defektoskop sözü ilə ilk dəfə qarşılaşırıq. Ancaq bu sözü elə ilk dəfə qarşılaşsaq belə, asanlıqla nə ilə bağlı olduğunu, nə ola biləcəyini müəyyən edə bilərik. Nəyə görə? Çünki sözün əvvəlində defekto var, sonunda isə skop, yəni bu iki sözün birləşməsindən əmələ gəlib. Biz skop sözünü adətən görürük alətlərdə, cihazlarda, belə deyək, mikroskop, teleskop və s. və ilaxır. Bu bizə imkan verir ki, bunun bir cihaz olduğunu müəyyən edək. Digər tərəfdən defekto sözü var burada. Bu da bilirsiniz də defekt qüsurdur. Baxın, bununla bağlı sizi çaşdırmaq üçün burada A variantı var. Amma baxırıq ki, yəni sadəcə defekto sözü yazılsaydı, tamam qüsur seçə bilərdik. Amma burada defektoskopdur. Deməli, bu defektləri, problemləri, nöqsanları müəyyən etmək üçün istifadə olunan hər hansısa bir sahədə ki, yenə də deyirəm, fərz edək ki, biz ümumiyyətlə bu sözü ilk dəfə də eşidirik, bu cihazın adını. Hər hansı sahədə işlədilən, defektləri müəyyən edən bir cihaz olduğunu sırf sözün tərkibindəki sözləri bildiyimizə görə müəyyən edə bilərdik. Bəli, bu cihazdır. Növbəti sualımıza keçək. Fraza, söz nümunə verilib. Buna uyğun variantı müəyyən edəcək. Bayaq da dediyim kimi, zərf, zərfliyə uyğun olaraq burada da belə deyək də, sual müəyyən qədər Azərbaycan dili ilə bağlıdır. Frazalar nümunə çəkmək istərdim. Mən misal üçün gecəni gündüzə qatmaq. Burada görürsünüz, müxtəlif sözlər birləşir. Tam fərqli məna verən, bilmirəm nə dərəcədə doğru nümunə çəkdim, tam fərqli məna verən bir söz ki, əmələ gətirir. Belə deyək də, iki və daha artıq sözün birləşməsindən əmələ gəlir bu frazalar. Ümumi xüsusi kimi qaydanı götürsək ki, bu ümumidir və bunun tərkibində nələr var? Sözlər var. Həmçinin buna uyğun variant, əlbəttə ki, A variantı deyil, telefon, teleqram əlaqəsində ümumi xüsusi müəyyən etmək mümkün deyil. Təmsil, nəsihətdə də həmçinin. Amma baxırıq ki, bina, mərtəbə. Baxırıq ki, binanı da ümumi götürsək, bina da nələrdən təşkil olunub? Mərtəbələrdən təşkil olunub. Necə ki, fraza iki və daha çox sözün birləşməsindən əmələ gəlir. Bir növ bu bina da mərtəbələrdən ibarətdir, mərtəbələrin birləşməsindən yaranır. Bu cür fikirləşə bilərik. Keçək digər nümunəmizə. Burada birinci sırada görürük ki, teleskop, cihaz, astronomiya qeyd olunub. Belə başa düşmək olar. Hər hansısa bir sözü verir birinci sırada. İkincidə onun nə olduğunu qeyd edir. Üçüncüdə isə onun hansı sahəyə aid olduğunu, hansı sahədə istifadə olunduğunu, belə deyək, qeyd edilir. Buna əsasən biz baxırıq ki, istiot qeyd olunub birincidə. İkincidə onun nə olduğu, yəni nəyə aid olduğu, ədviyyat olduğu qeyd olunub. Üçüncüdə də hansı sahədə istifadə olunduğu qeyd olunacaq ki, bu şəkildə müəyyən etsək uyğun gəlir. Y variantına, bəli, ədviyyatdır, kulinariyada istifadə olunur. Keçək növbəti sualımıza. Bunlar anaqramlarla bağlıdır. Mən YouTube səhifəmizdə sizlər üçün qeyd elədiyim analogiya anaqramlar mövzusunda
izahında qeyd elədiyim test nümunələrində də bunu sizə bildirmişəm. Tövsiyə elədiyim odur ki, anaqramlarla bağlı ən kiçik anaqramları həll etməyə çalışın ki, siz bir-birinə yaxın olan 4 nümunəmiz var. Birisi fərqli olur. Adətən burada o bir-birinə yaxın olan, uyğun olan sözlərdən birini tapandan sonra digər üçünü tapmaq çox asan olur. Niyə görə? Artıq biz hansı sahəni axtarmalıyıq, onu çox yaxşı bilirik. Burada da həmçinin baxırıq ki, ən kiçik nümunələr, düşünürəm ki, bunlardır. Filoloq, D variantı filoloq, A variantı fizioloq, Y variantı o dəqiqə artıq filoloq və fizioloqu görən kimi burada Y-ni daha sürətli şəkildə tapır. Psixoloq. Aha, geriyə qalanlar nə ola bilər? Astronom, C variantı astronom. Və burada artıq biraz dayanırıq. Diqqət edirik ki, biz nəyi müəyyən etməyə çalışırıq? Fizioloq, filoloq, psixoloq, astronom bunlar peşələrdir, ixtisaslardır. Demək ki, B variantı fərqli bir nümunə olmalıdır. Bu da uyğun gəlir ekologiya sözü ilə ki, doğrudan da bu ixtisas peşə deyil, ekoloq falan olsaydı, bəli, bu da aid eləmək olardı. Keçək digər test nümunəmizə. Bu da asan testlərimizdən biridir və anaqramlara aiddir. Biz baxırıq ki, bunlar göy cisimləridir. Neptun, Venera, Saturn, Yupiter. C variantı isə kosmosdur. Əlbəttə ki, eyni sahə ilə bağlıdır. Yəni bunları ümumiləşdirən, hamısını ümumiləşdirən bir şey var. Niyə görə? Çünki astronomiya ilə bağlıdır, amma kosmos fərqlidir. Ümumən götürəndə fərqlidir. Ona görə də düzgün cavabımız C variantı olacaq. Keçirik digər sualımıza. Bu mətnin mühakiməsi ilə bağlıdır. Mətni ilk öncə oxuyaq. 1970-1990-cı illər ərzində yer kürəsində 200 milyon hektar meşə örtüyü itirilmiş, səhralıqların sahəsi təxminən 120 milyon hektar artmış, 180 milyard ton əknə yararlı torpaq qatı məhv edilmişdir. Bununla yanaşı dünya əhalisinin sayı bu müddət ərzində 1,6 milyard nəfər artmışdır. Demoqrafların hesablamalarına görə 2030-cu ildə əhalinin sayı 10 milyard nəfərə çatacaqdır. Bu tendensiya aşağıdakı nəticələrdən hansına səbəb ola bilməz? Mətni necə ki, diqqətlə oxuyuruq, eyni şəkildə şərtə fikir verməliyik. Ola bilməz və ola bilər. Bu hər şeyi dəyişir. Bəzən tələbə burada diqqətsizlik eləyib, elə ki, A variantında tam əksini, tam tərsini götürüb yanlış edə bilər. Baxırıq ki, bu tendensiyalar aşağıdakı nəticələrdən hansına səbəb ola bilməz deyilir. Dünyanın fiziki xəritəsinin dəyişməsinə ola bilər. Atmosferin qoruyucu ozon qatının qalınlaşmasına. Əlbəttə ki, bu deyil. Niyə görə? Çünki sadaladığımız bu ekoloji problemlər əksinə atmosferin qoruyucu ozon qatının incəlməsinə səbəb olunur. Yəni, belə qeyd edilir. Digər variantlara baxsaq, misal üçün, bioloji növ müxtəlifliyinin azalmasına əlbəttə ki, o yerlərdə ki, meşə sahələri, əknə yararlı torpaqlar məhv olur, həmən yerin flora və faunasını da məhv olması deməkdir. Eyni şəkildə atmosferdə qazların normal nisbətinin pozulmasına, əlbəttə ki, yaşıllıqların azalması buna səbəb olur. Həmçinin əhalinin sayının artımı da münaqişələrin, müharibələrin artmasına. Baxın, ola bilər, sözsüz ki, ilk 4 variantda tərəddüd edəcəyinizi düşünmürəm, amma bu münaqişələrdir, müharibələrdir, bunların artmasını ola bilər ki, siz əlaqələndirə bilməyəsiniz, amma nəzərə alın ki, elə yaxın günlərdə baş verən, Kəşmir bölgəsində baş verən müharibələrə misal gətirirəm. Bu ərazilərdə baş verən müharibələr elə o əlverişli torpaq üzərində, əlverişli torpaqlar üzərində baş verir. O çox güman ki, qarşıdakı 10 illiklərdə güclər arasında, dövlətlər arasında baş verən müharibələr də tutaq ki, neft üzərində deyil, olacaq ki, elə təbii su ehtiyatları, içməli su ehtiyatları üzərində baş versin. Bu barədə çox danışmaq olar. Yəni, münaqişələrin və müharibələrin artması əlaqəli variantdır. Ona görə də biz bunu götürmürük. Düzgün cavabımız B variantı olacaq. Keçirik növbəti sualımıza. Mahir, Tünzalə, Sevda, Şəbnəm, Rəşad, Vaqif, Kəmalə və Anar. Rəsm, xarici dil, cüdo, piano məşğələlərində
Hər biri yalnız bir məşğələyə gedir. Demək, neçə nəfər oldu? 8 nəfər. Və neçə dənə məşğələ oldu? Rəsm, xarici dil, cüdo, piano. 4 məşğələ. Və əlbəttə ki, məlum olur ki, burada da qeyd olunub, hər məşğələyə sadalananlardan ikisi iştirak eləyir. Amma hər bir şəxs də yalnız bir məşğələyə gedir. Tünzalə piano məşğələsinə gedir. Sevda və Rəşad eyni məşğələyə gedirlər. Mahir və Anar müxtəlif məşğələlərə gedirlər. Xarici dil məşğələsinə gedənlər yalnız qızlardır. Gəlin ilk öncə bu şərtləri müəyyən qədər yazılı formada qeyd edək. Düşünürəm ki, bunun üçün cədvəl qurmağa ehtiyac olmayacaq, çünki mütləq doğrudur ifadəsi var. Belə çıxır ki, biz hətta burada cədvəl metodundan istifadə etsək də, onsuz da tam axıra kimi həll edə bilməyəcəyik. Gəlin onda verilən şərtləri ən sadə formada qeyd etməyə çalışaq. Neçə məşğələ var idi, onları yazaq. Misal üçün, rəsm, xarici dil, bunu yazdıq. Cüdo, bunu da yazdıq və piano. Bunu da yazdıq. Gəlin indi öz qeydlərimizi bunların aşağısında aparaq. Qeydləri necə aparıq deyir. Tünzalə piano məşğələsinə gedir. T hərfi ilə başlayan cəmi bir ad var. Elə ona görə baş hərfindən istifadə edirəm. Tünzalə piano məşğələsinin aşağısında onun adını yazıram. Bir nəfər də qeyd olunmalıdır. Çünki hər məşğələyə 2 nəfər gedir. Sevda və Rəşad eyni məşğələyə gedirlər. Yaxşı şərtdir və biz bunu istifadə edəcəyik. Amma hansı məşğələyə getdiyi qeyd olunmadığına görə hələ ki bu bizə heç bir şey bununla bağlı yaza bilmirik. Mahir və Anar müxtəlif məşğələlərə gedirlər ki, bunu da hələ ki qeyd etməyə tələsmirik. Xarici dil məşğələsinə gedənlər yalnız qızlardır. Tamam. Xarici dil məşğələsinə gedən qızlardan birinin adını artıq biz yazmışıq. Üzr istəyirəm. Xarici dil məşğələlərinə gedənlər bu qızlardan hansı ola bilər? Onu müəyyən etmək üçün baxırıq ki, Tünzalə deyil. Çünki Tünzalə piano məşğələsinə gedir. Sevda və Rəşad da eyni məşğələyə gedirlərsə, deməli onlar xarici dil məşğələsində deyirlər. Xarici dil məşğələsinə gedən hansı qızlar qalır? Baxıram ki, bu 8 nəfər içərisində cəmi 2 qız qaldı. Sevdanın. Bu da Şəbnəm və Kəmalədir. Deməli, xarici dil məşğələsinə kim gedir? Şəbnəm və Kəmalə gedirlər. Bunları artıq dəqiq müəyyən edə bildik. Buna əsasən biz artıq bilirik ki, Sevda və Rəşad eyni məşğələyə gedirlər. Deməli, Sevda və Rəşad bunlar piano deyirlər, xarici dil deyirlər. Ya hər ikisi də cüdoya gedir, ya hər ikisi də rəsmə. Amma biz bunu dəqiq müəyyən edə bilmirik. Sonra baxıram ki, burada Mahir və Anar müxtəlif məşğələlərə gedirlər. Əlbəttə ki, bunlardan biri piano məşğələsinə gedəcək. Ya Mahir, ya Anar. Amma hansının olduğunu müəyyən edə bilmirik. Digəri isə Vaqiflə birlikdə ya rəsm, ya da cüdoya gedəcək. Bizim hal-hazırda müəyyən edə biləcəyimiz dəqiq şeylər bunlardır. Gəlin indi buna əsasən testimizi həll edək. Şəbnəm piano məşğələsinə gedir. Gedə bilərmi? Piano məşğələsinə Tünzalə gedir. Tünzalə ilə birlikdə ya Mahir gedəcək, ya Anar gedəcək. Amma Şəbnəm deyil. Çünki Şəbnəm mütləq şəkildə bilirik ki, xarici dil məşğələsinə gedir. Mütləq doğru, əlbəttə ki, deyil. Hətta mütləq yanlışdır. Mahir və Kəmalə müxtəlif məşğələlərə gedirlər. Bu 100% belədir. Çünki Kəmalə məşğələyə gedir xarici dildən və onunla eyni məşğələyə gedən Şəbnəmdir. Demək ki, Mahirlə ayrı-ayrı məşğələlərə gedirlər. Bu da 100% doğrudur. Vaqif və Anar eyni məşğələyə gedirlər. Bax, bunu dəqiq müəyyən edə bilmərik. Eyni məşğələyə gedə bilərlər. Misal üçün, hər ikisi də cüdoya gedə bilər. Və yaxud da ki, hər ikisi də rəsmə gedə bilər. Biz Sevda və Rəşadın hansı məşğələyə getdiyini dəqiq bilsəydik, bu, belə deyək də, kimin hansı məşğələyə getdiyini axıra kimi həll edə bilərdik. Amma bu bizə məlum deyil. Ona görə də bu da mütləq deyil. Mahir cüdo ilə məşğul olur. Mütləq deyil. Bayaq dediyim kimi, Mahir piano məşğələsinə də gedə bilər. Kəmalə xarici dil məşğələsinə gedir. Əlbəttə ki, bu da belədir. Ona görə də düzgün cavabımız 2 və 5-dir. Keçək növbəti nümunəmizə. Agentlik gün ərzində turistlərin şəhərdəki 7 muzeyə F, G, H, L, M, P və T-yə ekskursiyasını təşkil edir.
Agentlik bu turun qrafikini tərtib edərkən aşağıdakıları nəzərə almalıdır. F gediləcək ilk 3 muzeydən biri olmalıdır. G və H G-yə H-dan dərhal sonra gedilməlidir. M gün ərzində gediləcək ya ilk, ya da son muzey olmalıdır. Maraqlı şərtdir. P gediləcək son 3 muzeydən biri olmalıdır. Bir şərt də burada verilib. Əgər tərtib olunmuş qrafikə görə T, L və F ardıcıllıqla bir-birindən dərhal sonra ekskursiya olunacaq muzeylərdirsə, bu qrafikdə G neçənci yeri tutar? Gəlin ilk öncə onların ardıcıllığını yazmaq üçün burada belə bir ardıcıl sayları yazaq. 1, 2, 3, 4, 5, 6 və 7. Və indi onların aşağısından sıralarını, hansı sırada yerləşdiyini tapmağa çalışacağıq. Burada deyir ki, T, L və F ardıcıl və həmçinin mötərizədə deyir ki, ardıcıllıqla bir-birindən dərhal sonra. Belə çıxır ki, əgər ki, bu F gediləcək ilk 3 muzeydən biridirsə, bu T, L, F ardıcıllığı olduğu kimi tətbiq olunmalıdırsa, deməli elə birinci yerdə T gəlməlidir. İkinci yerdə L gəlir ki, bu ardıcıllığı tətbiq edir. Üçüncü yerdə də F. Nəyə görə? Çünki biz bunu, bu ardıcıllığı başqa bir yerdə yazsaydıq, misal üçün T2-dən başlasaydı, ardınca 3-də gələcəkdi L, 4-də gələcəkdi F. Axı F ilə bağlı bir şərt də var. Deyir ki, ilk 3 muzeydən biri olmalıdır. Əgər ki, T və L ondan dərhal əvvəl gəlirsə, sözsüz ki, F ancaq 3-cü yerdə ola bilər. Onun da qarşısında dediyimiz müvafiq ardıcıllığa T və L gəlir. Bunu müəyyən etdik. İkinci bir qaydamız nə idi? M deyir gün ərzində gediləcək ya ilk, ya da son muzey olmalıdır. M ilk muzey ola bilməzsə, deməli mütləqdir ki, son muzey olsun. P üçün bir dənə şərt var idi. Deyirdi ki, P gediləcək son 3 muzeydən biridir. Deməli, P ya gedə bilər 5-də, ya da gedilə bilər ya 5-ci sırada, ya da 6-cı sırada. Düzdürmü? Əgər belədirsə, biz baxırıq ki, G-yə H-dan dərhal sonra gedirik. P-ni biz 5-də yaza bilmərik. Şərt xətrəsinə yazsam, G və H bir-birindən ayrılır. Bu o deməkdir ki, birindən G-nin H-dan dərhal sonra gedilməlidir şərti pozulur. Bu o deməkdir ki, P onda 6-cı olmalıdır. Müvafiq olaraq G-yə də H-dan dərhal sonra gediriksə, H 4-cü, G də 5-ci yerdə olmalıdır. Buna əsasən müəyyən edirik ki, düzgün cavab B variantıdır. Keçirik növbəti test nümunəmizə. Diqqətinizə çatdırım ki, bu testin izahını təqribən bir ay əvvəl, bəlkə də daha çox, mən YouTube səhifəmdə sizlər üçün izah etmişdim. Əgər baxmısınızsa və magistr imtahanında iştirak etmişdinizsə, bu testi cavablandırmaq sizin üçün çox asan olmalı idi. Və bu test heç bir dəyişiklik edilmədən olduğu kimi imtahanda, magistr imtahanında düşmüşdü. Gəlin baxaq. 3 bacı, İradə, Natəvan və Sevil eyni otaqda əyləşiblər. Biri toxuyur, digəri çay içir. Üçüncü isə televizora baxır. Onlardan biri universitetdə oxuyur, ikincisi həkim işləyir. Üçüncüsü isə məktəbdə oxuyur. İradə həkim deyil, Natəvan isə məktəbli deyil. Həkim televizora baxmır, məktəbli çay içir, Natəvan toxumağı bacarmır. Kifayət qədər şərtlər verilib və deyir ki, tələbənin adı nədir və o hal-hazırda nə edir? Bunu ilk YouTube-da yerləşdirdiyim vaxt sualı orada da qeyd etmişdim. 2 fərqli qayda ilə də həll etmək olar. Bir çoxlarımız cədvəldən istifadə edir. Həmçinin bu solda göstərdiyim qaydadan da istifadə edə bilərik. Hər üç şəxsi yazırıq. Baxın, yuxarı hissələrində nələri yazmışam? Yuxarı hissələrində onların belə deyək, peşələrini yazmışam. Tələbə, T tələbə, H həkim, Ş hərfi də məktəbli, yəni şagird ifadə eləyir. Hər üçünü də yazmışam. Yəni hər üçü üçün bu ehtimal var. Aşağı tərəfində nə yazmışam? Hal-hazırda məşğul olduğu şey ya toxuyur, ya çay içir, ya da televizora baxır. Hər üçünün də deməli, hər üç ehtimalı da aşağı hissəsində qeyd etmişəm. Və indi baxırıq, şərtlərə baxaq. Deyir ki, İradə həkim deyil. Baxırıq, İradənin üzərində, H-ın üzərindən xətt çəkirik. Yəni İradənin həkim olmadığını artıq bilirik. Natəvan isə məktəbli deyil. Yəni Natəvan məktəbli, şagird deyil. Həkim televizora baxmır. Hələ ki bunu saxlayırıq. Məktəbli çay içir. Natəvan toxumağı bacarmır. Natəvan toxumağı
bacarmır. Gəlin şərtlərə təkrar baxaq. İradə həkim deyil, Natəvan məktəbli deyil, həkim televizora baxmır, məktəbli çay içir. Əgər ki, Natəvan məktəbli deyilsə, yəni şagird, deməli həm də neynəmir? Çay içmir. Çünki məktəbli çay içir. Natəvan məktəbli deyilsə, deməli çay içəndə o deyil. Natəvan üçün burada yalnız nə qalır? Televizora baxmaq. Natəvan televizora baxır. Şərtləri təkrar izlədikdə baxırıq ki, həkim televizora baxmır. Natəvan televizora baxırsa, deməli Natəvan həkim də deyil. Çünki həkim televizora baxmır, amma Natəvan televizora baxır. Demək ki, Natəvan üçün nə qaldı? Tələbədir. Bizdən də soruşulan nə idi? Tələbənin adı nədir və hal-hazırda nə edir? Bəli, Natəvan tələbədir və o hal-hazırda televizora baxır. Digər qaydanı da burada tətbiq etmək ola bilər. Cədvəl qaydası sizin üçün daha çətin görünsün. Nəyə görə? Çünki adətən cədvəl qaydasını biz nələrdə tətbiq edirdik? Şəxslər olurdu, bir də onların peşələri olurdu. Misal üçün deyirəm. Buna əsasən biz sütunlarda şəxsləri və yaxud da tam əksinə, sətirlərdə şəxsləri, digər tərəfdə isə peşələri yazırdıq və onların kəsdiyi yerlərə plus işarəsi qoyurduq. Amma burada belədir ki, həm ixtisaslar var, həm şəxslər var və onların əlavə olaraq hal-hazırda nə işlə məşğul olması var. Bu bizi çaşdırmasın. Biz burada da yazırıq ki, baxın, şərtləri oxuyuram. İradə həkim deyil, Natəvan isə məktəbli deyil. Həkim televizora baxmır. TV-yə baxanın qarşısında və həkimlə TV-nin kəsişməsinə mənfi işarəsi qoyuram. Çünki həkim deyil televizora baxan. Məktəbli də çay içir. Məktəbli, yəni şagird çay içirsə, bura plus işarəsi qoyuram. Digər iki xanaya mənfi işarəsi qoyuram. Baxın, həkim televizora da baxmır, çay da içmir. Deməli, toxuyan həkimdir. Bu o deməkdir ki, toxuyan həkimdirsə, şagird də deyil, əlbəttə ki, tələbə də deyil. Tələbə deməli neynir? Televizora baxır. Digər tərəfdən bu şərtlər bizə məlum oldusa, Natəvan toxumağı bacarmır. Deməli, toxuyan həkimdirsə, Natəvan həkim deyil. Məktəbli çay içir. Həkim televizora baxmır. Deməli, həkim televizora baxmırsa, bu şərtdə bizə məlumdur. İradə həkim deyil. Həkim iradə deyil. Deməli, geriyə nə qalır? Sevil qalır həkim üçün. Geriyə qalan sadəcə sevildir. Natəvan məktəbli deyilsə, deməli, onda məktəbli kim olur? Məktəbli olur iradə. Geriyə qalır nə? Natəvan tələbədir və televizora baxır. Yəni, eyni qaydada bunu da həll etmək olardı. Keçək növbəti sualımıza baxaq. Bu sualımızda da qeyd olunur ki, 5 uşaq və 6 valideyn aşağıdakı qaydalara uyğun şəkildəki kimi dairəvi masa arxasında oturublar. Hər valideynin, bax ki, bu şərtlərdir, diqqət etməli olduğumuz məqam bunlardır. Hər valideynin bir tərəfində uşaq, o bir tərəfində valideyn oturmalıdır. Növbəti şərtimiz də nədir? Hər uşaq yalnız öz valideyninin yanında oturmalıdır. Hər uşaq da yalnız öz valideyninin yanında oturmalıdır. Verilmiş qaydaları pozmadan bu masa arxasında əlavə olaraq aşağıdakılardan hansıların oturması mümkündür? Hər birini ayrı-ayrılıqda analiz edəcəyik. Ana və atası ilə uşaq. Ana və atası ilə uşaq, əlbəttə ki, burada harada yerləşdirilməsindən də çox şey asılıdır. Gəlin bunları, misal üçün, biz iki uşağın arasında yerləşdirməyə çalışsaq, valideyn, tutaq ki, ana və yaxud da fərq eləmir, uşaq, valideyn. Bu şəkildə yerləşdirməyə çalışsaq, bu valideynin hər iki tərəfi uşaq olacaq ki, bu mümkün deyil. Bəlkə də belə eləmək olardı. Uşaq, valideyn, valideyn. Bax, bura yerləşdirməkdən danışırıq ki, bu da deməli, valideynin bir tərəfi uşaqdır. Uşaq, uşaqla yan-yanaşı olur. Valideynin bir tərəfi uşaqdır, bir tərəfi valideyndir. Bu şəkildə yerləşdirmək əslində mümkündür. Başqa bir yerdə tutaq ki, deyirəm, iki valideyn arasında bunları yerləşdirməyə çalışsaq, valideyn, uşaq, valideyn, bu şəkildə də yerləşdirsək, bu valideynin bir tərəfi valideyn, bir tərəfi uşaq olur, bu düzgündür. Uşaq hər iki tərəfdə onsuz da öz valideyni ilə əyləşib. Bu valideynin də bir tərəfi uşaq, bir tərəfi valideyni olur, bu tərəfində. Yəni, şərtlər tam ödənir.
Deməli, ana və atası ilə uşaq mümkündür. Digərlərini analiz edək. Digərlərini analiz etsək, 2 uşağı ilə ana. Aha, ana 2 uşağı ilə. Misal üçün, bura yazmağa çalışsaq, uşaq, valideyn, uşaq. Hər hansısa bir yeri yoxlayırıq. Uşaq, valideyn, uşaq. Bu, əlbəttə ki, mümkün deyil bu qayda. Bunu mən qeyd elədim. Valideynin bir tərəfində mütləq digər hansısa bir valideyn olmalıdır. Onda belə çıxır ki, uşaq, valideyn yazmalıyıq. Onda da uşaq öz valideynindən uzaq düşür. Bu, ümumiyyətlə, ardıcıllığı hara yazırıqsa yazaq, yəni fərqi yoxdur. Digərlərində heç yoxlamağa dəyməz. Bu, mümkün deyilmiş. Bunun üstündən xətt çəkək. 2 mümkün deyil. Siz hətta burada cavablarla da işləyə bilərsiniz. Artıq geriyə cəmi 2 variant qaldı. Aha, ki buna da baxanda görürük ki, 1 mümkün olduğuna görə yalnız 1 olan variantı götürməliyik. Çünki 1 və 3 olsaydı, biraz dayanıb düşünə bilərdik. 3-ü də yoxlamağa dəyərdi, amma yalnız 1 yazılıb. Yenə də istəsəz yoxlaya bilərik. Ana ilə uşağı ki, valideyn, misal üçün bura yazırıq və uşaq. Bu şəkildə qeyd eləsək nə baş verəcək? Baxaq. Uşaq, valideyn, uşaq. Ha, bu valideynin şərti pozulur. Çünki bu valideynin də bir tərəfində valideyn olmalıdır. Bura yazsaq, tutaq ki, deyirəm, valideyn, uşaq. Baxıram ki, bunda da artıq bu valideynin şərti pozulur. Burada yazmaq mümkün deyil. İkisinin arasında bir yerə yazmaq. Bunun ikisinin arasına yazsam, onda valideynlə uşaq bir-birindən ayrılacaq. Çünki hər uşaq öz valideyninin yanında olmalıdır ki, bu uşağın valideyni çox güman ki, budur. Bu şərt də pozulur. Deməli, yalnız 1 olacaq. Keçək digər sualımıza baxaq. Bu sualın, deməli, bu mətnin ətrafında 3 sual var. Biologiya müəllimi həftədə 5 gün, 1-ci, 5-ci günlər, məktəbin 4-10, yəni 10A, B, C, D və 4-11-ci sinifinə dərs deyir. Cədvələ görə müəllimin hər gün 2 saat dərsi var, 1 saat 10 və 1 saat 11-ci sinifdə. Yalnız 1-10 və 1-11-ci sinifin həftədə 2 saat, digər siniflərində həftədə 1 saat biologiya dərsi olur. Məlumdur ki, müəllim çərşənbə günü 10A sinifində dərsi var, 11B sinifində həftədə yalnız 1 dəfə dərsi var, 11B sinifində dərsi olan gün 10C sinifində də dərsi var, bazar ertəsi günü 10D və 11A siniflərində dərsi var. Çərşənbə axşamı və cümə axşamı günləri eyni bir 11-ci sinifdə dərsi var, cümə axşamı və cümə günləri bir 10-cu sinifdə dərsi var. Kifayət qədər şərt verildi. İndi gəlin bunları həll etməyə çalışaq. İlk sualımız belədir. Müəllimin eyni hərflə işarələnən 10 və 11-ci siniflərə həftənin eyni günü dərsi yoxdursa, cümə axşamı hansı siniflərə dərsi var? Gəlin ilk öncə, mən əlbəttə ki, bunlara bazar ertəsi, çərşənbə axşamı kimi yox, 1, 2, 3, 4, 5 kimi yazacağım. Çünki biz artıq bilirik ki, hansı gün hansı edir. Və indi baxaq. Şərtlərimizi bir-bir bura qeyd etməyə çalışaq. Çərşənbə günü 10A sinifində dərsi var. 3-cü gündən söhbət gedir də. 10A. 10A sinifində dərsi var. 11B sinifində həftədə yalnız 1 dəfə dərsi var. Yaxşıdır. 11B sinifində dərsi olan gün 10C sinifində də dərsi var. Bunu da bildik. Bazar ertəsi günü 10D və 11A siniflərinə dərsi var. Bunu yazaq. Bazar ertəsi günü 10D, biraz səliqəsiz oldu, və 11A siniflərinə dərsi var. Flamasterdə nəsə biraz səhlənkarlıq yarandı. 11A siniflərində dərsi var. Biz artıq bilirik ki, 11B sinifinə bazar ertəsi günü dərsi yoxdur. Çünki 2 dərs var idi bazar ertəsi, o da 11D və 11A sinifinə aiddir. Biz sonra bilirik ki, 3-cü gün, yəni çərşənbə günü də dərsi yoxdur. Nəyə görə? Çünki 11B-nin dərsi 10C ilə birlikdədir. Özdə yalnız 1 dəfə dərsi var. Həftədə 2 dəfə dərsi olan sinif, 11-ci sinif 11B deyil. Deməli, 3-cü gündə deyil, çərşənbə günü də deyil və şərtin növbətisində deyir ki, çərşənbə axşamı və cümə axşamı günləri eyni bir 11-ci sinifdə dərsi var. Çərşənbə axşamı və cümə axşamı günləri eyni bir 11-ci sinifdə. Yəni, həftədə 2 dəfə hansı 11-ci sinifdəki dərsi var, odur.
Axı 11B-nin həftədə 2 dəfə dərsi yoxdur. Deməli çərşənbə axşamı, yəni ikinci gün və cümə axşamı dördüncü gündə 11B sinifinə dərsi yoxdur. 11B sinifinin dərsi nə vaxt olacaq? Əlbəttə ki, cümə günü. Bura 10-cu sinifi yazıram. 11B-ni də yazıram bura. 11B sinifinə dərs olan gün 10C sinifinə də dərsi var idi. 10C-ni də yazıram bura. Belə. Bu şərtlər artıq bizə məlumdur. 11-də 11A sinifinə dərsi var. Cümə axşamı və cümə günləri, baxın, cümə axşamı və cümə günləri bir 10-cu sinifdə dərsi var. Cümə gününü tapmışıqsa 10C, deməli cümə axşamı günü də həmən o sinifə dərsi var. Biz bunu müəyyən etdik. Baxın, 10-cu siniflərə nəyi müəyyən etmişik? 10A-nı, 10C-ni, 10D-ni. Geriyə nə qalıb? 10B sinifi. Biz bunu artıq müəyyən etdik. 10-cu siniflərin hamısının yerini müəyyən etmişik. Geriyə 11-in sinifləri qalıb ki, bunların hansının harda olduğunu müəyyən edə bilmirik. Gəlin, əlbəttə ki, bunu tam həll edə bilməyəcəkdik. Gəlin, indi baxaq görək bizdən nə istəyir. Müəllimin eyni hərflə işarələnən 10-cu və 11-ci siniflərə həftənin eyni günü dərsi yoxdursa, artıq əlavə bizə bir şərt verdi. Cümə axşamı hansı siniflərə dərsi var? Cümə axşamı 10C sinifinə dərsi var, düzdürmü? 10-cu siniflərdən 10C-dir. Bunu bilirik. Onunla birlikdə 11C-yə dərsi ola bilməz. Bizdə 11A-nın dərsini bilirik, 11B-nin dərsini bilirik yerin, onsuz da. Geriyə qalmışdı nə? 11C, bir də 11D. Əgər ki, bura 11C-ni yaza bilmiriksə, deməli hansı dərsi yazmalıyıq? 11D-ni yazmalıyıq. Düzgün cavab D variantı. 10C, 11D. Növbəti sualımız. Mən əldə elədiyimiz məlumatları burada köçürtməli olacaq. Aşağıdakı hansı cütlüyü təşkil edən siniflərin hər birində çərşənbə axşamı müəllimin biologiya dərsi ola bilər? Gəlin, əldə elədiyimiz məlumatları burada köçürtməyə çalışaq. 2, 3, 4 və 5. Biraz vaxt alacaq. 10-cu sinifləri yazıram birinci. Ki, bunların hamısı bizə məlum idi. Geriyə qayıdaq baxaq. C, C, A, B, D. C idi. C idi. A, B və yazsa D. Bu da D. Bunları bilirik. 11A-nı bilirik, 11B-ni bilirik. Bunları da yazaq. Bu şərtləri artıq biz əldə etmişik. A, 11, B. Dəqiq olsun deyə təkrar baxıram. Və indi müəyyən edək. Aşağıdakı hansı cütlüyü təşkil edən siniflərin hər birində çərşənbə axşamı müəllimin biologiya dərsi ola bilər? Baxaq. Ancaq 11-ci siniflərdir. 11B çərşənbə axşamı, yəni ikinci gün dərsi ola bilməz. Çünki 11B-ni bura yazmışıq. Bu variant getdi. Ondan sonra 11A deyil, 11A deyil ki, 11A-nın dərsi bilirik ki, şərtimiz nə idi? Çərşənbə axşamı və cümə axşamı günləri eyni bir 11-ci sinifdə dərsi var. Hansı ki, o ikinci gün dərsi var, dördüncü gündə dərsi var ki, ona əsasən biz bilirik ki, nə A, nə də B ola bilməz. Yenə də 11A-nı sildik. 11C və 11D siniflərinin dərsi ola bilər hər birinin. Növbəti suala baxaq. Aşağıdakılardan hansını müəyyən etmək mümkündür? 10-cu siniflərdən hansına müəllimin həftədə 2 saat dərsinin olmasını? Bəli, 10-cu sinifləri müəyyən edə bilmişdik. 11-ci siniflərdən hansına müəllimin həftədə 2 saat dərsinin olmasını? Bunu müəyyən edə bilmədik. C də ola bilər, D də ola bilər. 11-ci siniflərdən hansına müəllimin həftədə 2 saat dərsinin olması? Cümə günü müəllimin 10-cu siniflərdən hansına dərsinin olması? Cümə gününü axıra kimi müəyyən etmişik, ona görə də bu da düzgündür. Sonra, həftənin hansı günlərində müəllimin 11A sinifinə dərsinin olmasını? Baxın, həftənin birinci günüdür. Bunu müəyyən etmişik. Bax, burada şərtdə də yazıb onsuz da. Yəni, bu daha asandır bunu müəyyən etmək. Dərsin olmamasını. Həftənin hansı günlərində müəllimin 11A sinifinə dərsin olmaz? Bəli, 11A həftədə bir dəfə dərs keçirilən sinifdir. Ona görə də onu da müəyyən digər günlərdə
dərsin olmamasını müəyyən edə bilirik. Olur 1, 3 və 4. 1, 3 və 4. Belə, əziz izləyicilər, diqqətiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, bu sizin üçün, videomuz sizin üçün faydalı olacaq. Dərslərimizə qoşulmaq üçün gördüyünüz nömrəni WhatsApp-la əlaqə saxlaya bilərsiniz. Həmçinin bizi sosial şəbəkələrdə də izləyə bilərsiniz. Təşəkkür edirəm.